Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel tarixində imtahan vermiş əvvəlkilər məzunları və eyni zamanda Naxçıvanın 11-ci sinif şagirdləri üçün imtahan nəticələri elan olunmuşdu və eyni zamanda eksternat imtahan verən şəxslərin nəticələri elan olunmuşdu və indi buna necə baxmaq lazım olduğunu göstərim. İlk öncə Google axtarış sisteminə daxil oluruq və burada Dimqovaz yazırıq. Axtarış yerinə Dimqovaz yazdıqdan sonra birinci xanaya daxil oluruq və burada elə görürsünüz açılır birinci. Əvvəlkilərin məzunları və hissədə əvvəlkilərin məzunları baxır öz nəticəsinə, eyni zamanda təkcə əlavə xaricili verənlər baxır. Yəni ikinci xanada eksternat imtahan verən şəxslər baxırlar, birinci xanada isə əvvəlkilərin məzunları. İndi eksternat imtahanlar üçün və eyni zamanda Naxçıvanın 11-ci siniflər üçün imtahan nəticəsinə baxaq. İkincinin üzərindən vuruq və burada bizdən 8 rəqəmli iş nömrəsi istəyir. İndi onu sizə göstərim, iş nömrəsi harda olur. Siz imtahana gedəndə imtahana buraxış vərəqəsi aparmışdınız. Həmin buraxış vərəqəsinin üzərində burada görürsünüz iş nömrəsi yazıb, 8 rəqəmli iş nömrəsi. Həmin iş nömrəsini biz müvafiq xanaya yazaq. Və iş nömrəsi yazandan sonra növbət xanasını sıxırıq. Daha sonra burada bizdən şəxsiyyət vəsiqəsinin sənədin nömrəsini istəyir. İndi onu göstəreyim. Və burada görürsünüz qırmızı haşiyə almışam. Bu bizim vəsiqəmizin nömrəsidir. Yeni vəsiqələri AA ilə yaxud da ki AB ilə başlayır. Onu bütövlükdə yazırsınız. Və indi onu yazaq. Daha sonra burada necə yazılıb kod olduğu kimi yazırıq. Və daha sonra daxil düyməsini sıxırıq. Və ekranda bizim nəticəmiz görünür. Buradan siz nəticəyə baxa bilərsiniz. Hansı şəkildə imtahanda nəticə toplamısınız. Və xatırladım ki, eksternat imtahanda burada topladığınız nəticədən asılı olmayaraq hər bir halda sizə attestat təqdim ediləcək və attestatın verilməsi isə təxminən iyun-iyul aylarında olur və bununla da bağlı hansı regional təhsil idarəsində, hansı rayon təhsil şöbəsində belə deyək imtahan vermişdirsə, onların əlaqə saxlayırsınız, onlar sizə attestatı hansı şəkildə veriləcəyini və necə təqdim olunacağı barəsində və təqdim olunacağı barəsində məlumat verəcək. Yəni onlarla artıq əlaqə saxlamalısınız. Bu şəkildə siz 11-ci sinif kimi yaxud da ki eksternat imtahan kimi imtahan nəticəsinə baxa bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm.